Bir də buradan təqdim edirəm. Buradan dinləyin, eyni zamanda izləyin. Görün mən əxlaqsız kişi sözünü hansı kişiləri nəzərdə tutub demişəm. Ondan sonra yenə də bunun ardından mənim şəxsən sizə deyəcəklərim olacaq. İzləyək. Normal fikrinizi ifadə edə bilməzsiniz ki, Günay Ağamalı, siz niyə yalan deyirsiniz ki, biz tənbəlləşməyəcəyik, biz cin kimi uşaqlarıq, fəhləlik eləyəcəyik, daş atacaq, 200 manat da dövlət versin, 500 manat mən qazanıram, 200 də dövlət versin, bu olsun 700 manat. Fikrinizi deyə bilərsiniz də. Əvvəl Qabilin danışdıqlarına baxırdıq, deyirdik ki, hər şeyini satıb da, adam üçün dəyəri yoxdur, hər şeyini satıb. İndi nə qədər qabilciklər var imiş bu ölkədə. Əgər bir kişi bir qadının şəklini qoyub, onun üzərində tərbiyəsiz ifadə yazırsa, o qadını aşağılayırsa, həmin insanlar sadəcə və sadəcə kişi fahişələri olduğunu sübut eləyirlər. Təkcə qadın bədənini satmır ki, kişi fahişələri də özlərini bu şəkildə satırlar. Normal fikrinizi ilə qulaq asanda tam başa düşməmisiniz. Nə deyirəm? Bir daha verdim, bir də buradan demək istəyirəm. Buranın səsini bağlayın zəhmət olmasa. Bir də buradan demək istəyirəm. Əgər bir kişi bir qadının şəklini qoyursa, üzərinə əxlaqsız ifadələr yazırsa, bir qadını tərbiyəsiz sözlərlə aşağılayırsa, onlar kişi yox, kişi fahişələridir. Yəqin ki, çatdı sizə nə demişəm. Sizin şəklinizi qoyub, üzərində əxlaqsız sözlər yazanda siz deyərsiniz, qardaşım, eyvallah, çox sağ olun, nə gözəl vəsf eləmişsiniz məni. Mən deyirəm, mənim şəklimi qoyub, üzərində tərbiyəsiz söz yazan, özünə yaxın qadınların keçirdiyi həyat yolunun sözünü mənim şəklimin üzərində yazanlar kişi fahişələridir. Demişəm, bundan sonra da deyirəm. Siz əməkdar jurnalist olaraq bu qədər başlıq çıxarmağı nəyə hesablamısınız bilmirəm. Amma mən yenə də